Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Deməli, kitabə davam edirik. Ramazanda tövhidin təzahürü. Şeyx Muhammed Qalibin Hafizahullahın risaləsidir. Müqəddiməni keçənlər qurtardıq. Bu dəfə şeyx artıq kitaba başlayır və 8 dənə mövzu gətirir. Birinci mövzu orucdur. Və mövzunun adını belə qoyub ki, oruc ibadətdir. Və şeyx buyurur ki, həqiqətən oruc Allahın qullarına əmr etdiyi ibadətlərdən biridir. Necə ki, ayədə buyurur, Ya eyyuhəl-ləzīnə əmənu, kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizə və sizdən öncəkilərə fərz edildiyi kimi oruc fərz edildi ki, bəlkə Allahdan qorxasınız. Və qul bu ibadəti tövhidlə həyata keçirdir. Çünki kitabımızın əsas mövzusu nə idi? Bütün mövzular tövhiddən olacaq. Şeyx bütün ibadətlərdə tövhidi xatırlayacaq. Və qul oruç tutduqda, yəni bu ayəyə əməl etdikdə Allahın uluhiyyət tövhidini yerinə yetirir. Çünki rububiyyət tövhidi, uluhiyyət tövhidi bir də ad və sifətlər var. Rububiyyət tövhidi nə idi qısaca? Allahı feillərində təkləşdirmək. Allahın gördüyü feillərdə Allahı təkləşdirmək. Uluhiyyətdə isə qulların öz feillərində Allahı təkləşdirməz. Rububiyyət Allahın feillərindən, uluhiyyət qulların feillərindən bağlıdır. Ad və sifətlər isə Quranda və sünnədə Allahın adlarıdır. Onları isbat etməyə, inkar etməmək. Oruç tutmaqla isə qul Allahı uluhiyyətlə təkləşdirir və bu ayəyə əməl edir. Və həmçinin o biri ayəyə əməl edir. Şeyx deyir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ. Bu ayəyə əməl edir ki, Allah Subhanahu buyurub ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Oruc da ibadətdir. Deməli, insan oruç tutduqda bu iki ayəyə əməl edir. Həm tövhidlə, həm də xas oruc ibadətinə görə. Və həmçinin qul oruç tutmaqla Allaha yaxınlaşır. Və Allah Subhanahu orucu digər ibadətlərdən ayırıb. Necə ki, qudsi hədisdə gəlir. Uca Allah buyurur ki, kulli əməli ibn Ədəm ləhu. Bütün əməllər Adəm övladının özü üçündür. İlləs-sovm, bir dənə orucdan başqa. Oruc deyir, mənim üçündür və onun savabını mən verəcəm. Və hədisin davamında deyir ki, oruc tutanın ağzının qoxusu Allah qatından müşk qoxusundan daha təmizdir. Daha ətirlidir. Və İbn Abdülbər rahimehullah buyurur ki, oruc barədə olan hədislərin bir dənə bu gəlsəydi, kifayət eləyərdi. Ki, Allah buyurur ki, oruc mənim üçündür. Qulun etdiyi bütün əməllər qulun özü üçün, bir dənə oruc mənim üçündür, savabını mən verəcəm. Savabını mən verəcəm, yəni ki, onun savabı bilinmir. Bəzi ibadətlər var, məsələn deyir ki, məsciddə cəmaatla namaz qılanda hər bir nəfərə görə 25 və başqa desə 27 gəlib. Məsələn, say bilinir. Məsələn, Quran oxuyanda belə bilinir. Bir hərfə 10 savabdır. Amma orucun savabını Allah Subhanahu bildirmir. Və başqa ibadətlər də var. Məsələn, səbr edənlərin savabı hesabsız veriləcək. Ona qədər hesabı da bilinmir. Bəzi ibadətlərdə gəlib və oruc da onlardan biridir. Və şeyx bu hədisin ətrafında danışacaq və buyurur ki, burada Uca Allahın deməsi ki, yəni qudsi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deməsi ki, Allah belə deyir ki, orucdan başqa o mənim üçündür. Alimlər buna bir neçə şərh veriblər. Yəni bunun mənası nədir? Hədisdə bu yeri. Bəzi alimlər deyib ki, ona görə Allah onun savabını bildirmir ki, çünki oruca deyir, riya daxil olmur. Orada riya yoxdur. Ola bilər bədəni ibadətlərdə, məsələn, namazda insan özünü göstərə bilər. Riya girə bilər ona. Və yaxud da malla olan ibadətlərdə, zəkatda, sədəqədə, hətta həcdə belə. Özünü göstərə bilər. Amma orucda sən heç kimə deyəməzsən ki, mən acam, ondan nəsə sənə riya gəlsin. Ondan heç kimin xəbəri yoxdur. Ta sən onu deyənə qədər. Əksər insanlar sənin oruc olduğunu bilmir. Ona görə deyir buna, riya daxil olmadığına görə Allah Subhanahu bu ibadəti ayırıb. Riya olmur, ondan olur, ibadət gizli olur, yəni oruc gizlidir. Ona görə Allah savabını gizlədir. Bəzi alimlər belə şərh verib. Bəzi alimlər deyib ki, yəni Uca Allah onun savabını başqa ibadətlərdən ayırıb, başqa ibadətlərdə savab necə ki, ondan 700-ə qədərdir. Necə bilirik? Ondan 700-ə qədər.
Allah onun savabını verəcək, deməli 700-dən də çoxdur. Bəzənlər belə şərh verir. Ondan 700-ə qədər olan dəlil də Quran-Kərimdə Allah buyurur ki: "Məsəlul-ləzīne yunfiqūne əmvələhum fī səbīlillah kəməsəli həbbətin." Allah yolunda deyir, mallarını sərf edənlər, sədaqə verənlərin məsəli bir toxuma bənzəyir. O toxum ki, ondan 7 dənə sümbül çıxır və hər bir sümbüldə də 100 dənə olur. Və Allah istədiyi üçün belə artırır. Yəni, o toxumu insanın əməlinə bənzədir. Sən o əmələ əkirsən torpaqda, bir dənə olur. Və ondan 7 dənə sümbül çıxır. Sümbül bildiyimiz buğdanın sümbülü. 7 dənə çıxır. O hər birinin üstündə də 100 dənə olur. 7-ni də 100-ə vuranda 700 edir. Və bu ona dəlildir ki, Allah Subhanahu taala ondan 700-ə qədər qullarına verəcək. Və başqa alimlər də bu hədisə şərh veriblər ki, Adəm övladının əməlləri, məsələn, hədisin əvvəlində necə deyir? Adəm övladının əməli hər biri özü üçündür. Yalnız orucdan başqa. Çünki deyir, Adəm övladının əməllərində qisas da var. Qisas nə deyir? Qiyamət günü, necə hədisdə gəlib, bir kişi dağlar boyda savablarla gələcək, birini söyüb, birini təhqir eləyib, birini alçaldıb, birinin malını zəbt eləyib. Onu elədiyinə görə məzlumlar da gətiriləcək. Onun savablarına alınıb, o məzlumlara veriləcək. Ta ki, onun savabları qalmayana qədər. Bütün savabları bitəcək. Və ondan sonra həmin o məzlumların, yəni haqqına girdiyi insanların günahlarından ona yüklənəcək və elə cəhənnəmə atılacaq. Alimlər bu hədisə şərh verəndə deyirlər ki, bura oruc daxil deyil. O biri hədisə görə. Düz bu barədə alimlər xitilaf ediblər ki, oruc daxildir yoxsa yox. Şeyx isə burayı tərcih edib ki, daxildir. Yəni, oruc daxil deyil. Yəni, qulların arasında olan münaqişələrdə qiyamət günü oruc insandan götürülməyəcək. Niyə görə? Çünki Allah o bir hədisdə necə deyir? Oruc mənim üçündür. Və o da Şeyx Fovzan necə buyurur? Bu deyir, qulla Rəbbi arasında olan sirr olduğuna görə Allah onu başqasına verməz. Çünki özünün xəbəri yoxdur axı, onun savabı nədir? O qulun özünə verəcək onun savabını. Orucun savabını. Və alimlərdən də olub ki, deyiblər ki, yəni bu hədisin şərhində ki, oruc mənim üçündür və mən onun savabını verəcəm. Deyirlər, çünki orucla şirk eləmək olmur. Necə ki, deyir, müşriklər öz bütlərinə qurban kəsirdilər, nəzir kəsirdilər, amma oruç tutmurdular. Orucla şirk eləmirdilər. Bəziləri də belə şərh verir. Ki, mənası o demək. Və sonra Şeyx İbn Qeymin sözünü gətirir. Deyir, insan oruç tutduqca o nəfsinə səbri öyrədir və şəhvətlərdən uzaq durur. Çünki hədisdə necə gəlib? Qüdsə hədisdə gəlib ki, qul yeməyini, içməyini və şəhvətini mənə görə tərk edir. Bunları da tərk eləməsi nəfsin islahıdır, nəfsi səbri öyrətməkdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemdən də ən əfsən əməllər barəsində soruşanda dedilər, ən əfsən əməl hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, oruc. Onun mislində heç nə yoxdur. Niyə görə? Çünki savabına görə. Və qul deyir, bunu hiss etdikdə öz-özlüyündə artıq havasının deyir, çağırışlarına səbirlə cavab verir. Qul artıq başa düşür ki, orucla ibadət eləyir, Allahı təkləşdirir, Allaha yaxınlaşır. O nəfsinin çağırışlarına səbirlə cavab verir. Yəni, nəfsinin istəklərinə gedmir. Və həmçinin yeməyin, içməyin və başqa şəhvani istəklərin çağırışlarına gelmir. Və həmçinin orucun mənası səbir mənasında gəlib Quranda. Allah buyurur ki, İstəinu bis sabri və salə. Səbir və namaz qılmaqla Allahdan kömək diləyin. Buna sələflər şərh verib ki, səbir yəni oruç tutmaqla. Oruç tutmaq və namaz qılmaqla Allahdan kömək diləyin. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruç tutan üçün 2 dənə sevincdən var. Birinci, orucunu açanda, ikincisi isə orucuna görə Rəbbi ilə qarşılaşanda. Alimlər buna belə şərh verib ki, orucunu açanda bəziləri deyib ki, yeməyi, içmək ona haram idi, artıq halallaşdı, sevinir ki, yiyəcək, içəcək. Yəni, bu olur mübah sevinç. İcazəlidir. İkincisi isə sevinir ona görə ki, ibadəti tam şəkildə yerinə yetirdi. Heç bir naqislik
olmadı. Bəzi alimlər belə deyib, bəzi alimlər də belə. İbn Həcər rahimehullah Buxarinin şərhində gətirir ki, ikisi də səhihdir. Sadəcə olaraq insanlar mərtəbələrinə görə fərqlənirlər. Kimsə yeməyə içməyə görə sevinəcək. Bu da mübahdır, yəni haram bir şey yoxdur. Çünki halallar ona haram idi. Rəbbi ona o vaxtda yeməyi içməyi haram eləmişdi. Artıq halallaşdı və sevinir ki, yeyəcək. İkincisi isə ibadəti tamamladığına görə. Və bu da insanların mərtəbələrinə görə fərqlənir. Və hədisin ikinci hissəsi ki, Rəbbini görəndə sevinəcək, oruç tutan. O da yenə iki yerə, iki cür şərh veriblər ki, bəzi alimlər deyib ki, Rəbbi ilə qarşılaşdığına görə, Rəbbinin üzünü gördüyünə görə sevinəcək. Bəzi alimlər deyib ki, yox. O, çünki savab gizli idi onun. Allah Subhanahu demədi. Bax, o bir hədisdə necə idi? Onun savabını mən verəcəm, yəni savabı deməyib. O savabı görəndə sevinəcək. İnşallah doğru olan da budur. Ki, o savabı görəndə sevinəcək. Yəni Rəbbi ilə qarşılaşanda, çünki hədis də onu göstərir. Və Allahdan istəyirəm ki, bizi də birinci sevinci hələ ki yaşadır, ömrümüzün axırına qədər yaşatsın onu və ikinci sevinci də nəsib eləsin. Bu qədər və sallallahu aleyhi və səlləm.